Tanınmış aktrisa Pərvin Abiyeva şəxsi həyatı ilə bağlı verdiyi səmimi və diqqət çəkən açıqlamaları ilə gündəmə gəlib. Demokratas xəbər verir ki, aktrisa canlı yayım zamanı izləyicilərin ünvanladığı şəxsi sualları cavablandıraraq ailə həyatı qurmaq planlarından bəhs edib. Pərvin etiraf edib ki, artıq həyatında ciddi biri var və yaxın zamanlarda toy ola bilər. Namizədim var, inanmazsınız, amma var. Deyəsən toy olacaq, deyə o gülümsəyərək bildirib. Lakin aktrisa bu dəfəki münasibətə nə qədər ciddi və ehtiyatla yanaşdığını da gizlətməyib. O, keçmişdə yaşadığı təcrübələri bölüşərək etiraf edib ki, illər ərzində həyatına daxil olan bir çox kişi onunla nişanlanıb, lakin evlilik baş tutmayıb. Ömrüm nişanlı ola-ola keçib, hər gələn evlənmək istəyirəm deyib nişanlanıb, sonra da gedib. Hamısı ilə nişanlı olmuşam, hər birindən üzüyüm var, elə bir kolleksiya yığıram, deyə aktrisa zarafatla əlavə edib. Pərvin Abiyeva əlavə edib ki, artıq bu cür formal nişanlardan yorulub və gələcəkdə münasibətə daha fərqli yanaşacağını bildirib. Bundan sonrakına deyəcəyəm, mənə üzük vermə, düşmür, deyərək həm acı təcrübəsini, həm də yumorunu ifadə edib. Pərvinin bu səmimi və açıq sözləri izləyiciləri tərəfindən maraqla qarşılanıb, sosial şəbəkələrdə isə aktrisanın üzük kolleksiyası ilə bağlı zarafatlar və dəstək dolu şərhlər artıb. Qeyd edək ki, Pərvin Abiyeva son illər həm kino, həm də televiziya sahəsində aktiv fəaliyyəti ilə yanaşı, öz şəxsi həyatına dair verdiyi dürüst və açıq fikirləri ilə də medianın diqqət mərkəzindədir. Onun bu son açıqlaması da sevgi və evlilik məsələlərinə fərqli və realist yanaşmasının nümunəsi kimi qiymətləndirilir.